Salam, bugün biz fiqurların oxşarlığı dərs izahına baxırıq. Mütənasib parçalar. Gəldik Fales teoreminə. Fales teoremi nədir? Deyək ki, bucağın tərəflərini kəsən paralel düz xətlər bu bucağın tərəfləri üzərində mütənasib parçalar ayırır. Baxın, paralel düz xətlərdir və burada mütənasib parçalar var. Yəni A, AB paraleldir B, B1-ə, paraleldir C, C1-ə. Buna biz Fales teoremi deyirik. Onda AB buradan bura olan nisbət bölünsün BC-yə, buradan bura olan nisbətə bərabər olmalıdır. Sağ tərəfdə A1 B1-in B1 C1 olan nisbətlə. Məsələn, bir nümunəyə baxırıq. Tutaq ki, AC, baxın, burada yazılıb ki, paralellik var. Artıq bilirik ki, Fales teoremidir. AC-ni 20 verib, A1 B1-i və B1 C1 2-nin 3-ə. Bura bir 2 yazaq, bir 3 yazaq. K da yaza bilərik. Onsuz da nisbətlərdə K-lar gedəcək. Lap yaza da bilərik K-lar. Yazaq 2K, 3K. Əvvəlcə yerləşdiririk verilənləri. AC-ni 20 verib BC-ni soruşur. BC-yə X desəm, onda AB-yə nə düşəcək? 20 çıxılsın X düzdür. Elə bil ki, buradan bura 20-dirsə, BC-yə X desəm, AB 20 çıxılsın X olar. Məsələn, BC-yə 10 desəm, AB 20 çıxılsın 10, 10 qalar da. Ona görə yazdıq belə. İndi nisbətləri yazıq. Dedik, yaxı, 20 çıxılsın X-in. X-in nisbəti bərabərdir 2K-nın 3K-ya. Burada K-lar onsuz da gedir. Olur 20 çıxılıb burada yazılan kimi. 20 çıxılsın X bölünsün X bərabərdir 2-də 3-ə. Oradan çarpaz həll olunur. X tapılır 12. X ilə BC biz X yazmışdıq da. Cavabımız oldu 12. Yəni paralellik şərtinə əsasən Fales teoremini tətbiq elədik. Məsələmizin həlli yazıldı. Gəldik üçbucağın medianlarının xassiyəsi. Üçbucağın medianları bir nöqtədə kəsişir və kəsişmə nöqtəsində təpədən başlayaraq 2-nin bir nisbətində bölünür. Baxın, məsələn, üçbucağın bir dənə, mən özüm burada yazım, median çəkilib. Təpədən başlayaraq çəkdim, düzdür. Median çəkdimsə, buradan bura 2x-dırsa, burada x olacaq. 2-nin bir nisbətində bölünür. Tutaq ki, digər medianı çəkirəm. Onda burada eyni iş. Yəni təpədən başlayaraq bura 2K yazım eyni olmasında. Burada K olacaq. Birini də buradan çəksək, rəngi dəyişək. Birini də buradan çəksəm, onda burada da bura 2Y-in, burada Y olacaq. Yəni təpədən başlayaraq uzun hissə 2Y, balaca hissə Y olur. Yəni bu şəkildə bölünür. Median deyəndə biz nisbət olaraq, baxın, bunu yazmalıyıq. Məsələn, olar ki, bizə medianın verər. Üçbucağın medianını verər, məsələn. A, B, C. Deyər, BD medianı çəkilib. BD medianı da verəcək 6 cm. Və bizdən tutaq ki, BO-nu soruşacaq. Onda biz də bilirik, yaxı medianın xassiyəsi. Tutaq ki, bura 2x yazıram, burada x. Onda deyirəm ki, 2x üstə gəl x bərabərdir 6. 3x 6-sı x-im oldu 2. Onda O-dan D-yə qədər olan məsafə olacaq 2. B-dən O-ya qədər olan məsafə 2, 2, 4 olacaq. Gördünüz? Yəni, medianların xassiyəsini bu formada tətbiq edirik. İndi isə bunu silirəm. Gəldik üçbucağın tənböləninin xassiyəsi. Üçbucağın tənbölənin çəkildiyi tərəfi digər iki tərəflə mütənasib hissələrə bölür. Yəni, tənbölən çəkildirsə, həmən bura alfa-alfa yazırıq və yaxud da beta-beta yazaq. Artıq belə bir qayda çıxır ortağa. Deyir ki, AB tərəfi bu hissə AB-nin, məsələn, bura bir x yazaq, bura bir y yazaq, bura bir m yazaq, bura bir n yazaq. Əgər tənbölən çəkilibsə, onda tənbölənin ayırdığı bu hissələr var. X-in y-ə nisbəti bərabər olmalıdır m-in n-ə nisbəti. Yəni, bu formada nisbət yazıb məsələni həll edirik. Gəldi indi məsələ üzərinə, üzr istəyirəm. ABC-də BD tənböləndir, düzdür? Tənbölən dediyi zaman alfa-alfa yazdıq, artıq yadımızda bizim qaydamız düşür. AB 12-dir. 12-ni qeyd edirik. BC 16-dır. AC 14-dür. AD-ni soruşur. AD-ni bilmirəm. AD-yə bir x yazıram. Əgər AC 14-dürsə, onda DC-nin payına 14 çıxılsın x düşər, düzdür? Bəli, indi AD x dedik, onda DC nə olacaq? 14 çıxılsın x olacaq. Və həmin nisbəti yazırıq. 12-nin x-a nisbəti bərabərdir 16-nın 14 çıxılsın x-a. Burada
Bu formada yazıb 12-nin 16-ya belə də yazmaq olar. İstəyirsiniz 12-nin 16-ya bərabərdir x-in 14 çıxılsın x-a. Yəni eyni yazıdır. Sadəcə yolunu öyrənirik ki, biz burada əgər tən bölənlər olarsa, tən bölənin bu tərəfi bölünür, eyni zamanda aşağı isə tən bölənin sağ tərəfi bölünür buradakı DC parçasına. Ondan sonra biz oradan tənliyi həll edib x-i tapırıq. Gəldik fiqurların oxşarlığına. Uyğun bucaqları, konqruent və uyğun xətti ölçüləri mütənasib olan fiqurlar oxşar fiqurlar adlanır. Məsələn, bütün kvadratlar oxşardır, bütün dairələr oxşardır. Başlayırıq. Oxşar üçbucaqların uyğun bucaqları bərabər uyğun tərəfləri mütənasibdir. Baxın, bucaq A, bucaq D, eyni bucaq düzdür. Alfa, alfa. İki xəttə baxın, beta, beta. Burada bir qamma yazsa, burada bir qamma. Bucaqlar bərabər, tərəflər bərabər. Onda deyirik ki, konqruent bucaqlar hansılardır? Bucaq A, bucaq D-yə bərabərdir. Baxın, burada yazıb. Bucaq B, bucaq Y-yə, bucaq C, bucaq F-ə. Uyğun tərəflərdir ki, əlbəttə AB D-yə uyğundur. BC Y-ə uyğundur. AC də D-ə bərabərdir. Yəni, fiqurların oxşarlığı belə göstərilir. Kitabda burada göstərildiyi kimi. Məsələn, üçbucaq ABC oxşardır. Üçbucaq D, Y-ə. Bax, burada belə bir qayda var. Uyğun tərəflərin nisbətinə oxşarlıq əmsalıdır. Bu K burada oxşarlıq əmsalı adlanır. Bizim aldığımız cavabımız, nisbətdən aldığımız cavab oxşarlıq əmsalı adlanır və K hərfi ilə işarə olunur. Məsələn, deyir ki, AB-nin D-Y nisbəti bərabərdir BC-nin Y-ə, eyni zamanda AC, D-F-ə uyğun tərəflərin nisbəti belə yazılır və oxşarlıq əmsalda K ilə işarə olunur. Yəni, aldığımız cavab K oxşarlıq əmsalıdır. Məsələn, üçbucaqlar burada deməli, biz burada ən yaxşısı bir nümunəyə baxaq. Burada üçbucaq ABC, üçbucaq DF olarsa, baxın, burada bir nümunə yazıb. Əgər oxşardırsa, deyir AB bölünsün D-yə. Bizə ümumiyyətlə oxşarlıq verəndə üçbucaqlar arasında uyğun tərəflərə baxır. Baxın, bu A-dan B-yə tərəfini götürəndə, onda mən D-yə tərəfinə bölməliyəm. Baxın, burada yazılıb. Sonra BC tərəfinə baxıramsa, burada da eyni istiqamətdə baxıram. Onda YF tərəfin nisbətinə yazmalıyam. BC-nin YF-ə. Sonra buradan AC-ni götürürəmsə, onda buradan da DY-fi götürməliyəm nisbət olaraq. Və nisbətli K-yə aldığımız cavab olur oxşarlıq əmsalı. Üçbucağın tərəflərindən birinə paralel olan və digər ikisini kəsən düz xətt bu üçbucaqdan oxşar üçbucağı ayırır. Baxın, burada ABC üçbucağı DBY üçbucağına oxşardır. Onda biz nisbətini necə yazarıq? Yəni, AB-nin, baxın, AB-nin, buradan bura, DB-yə nisbəti bərabərdir. Sonra AC götürürəmsə, onda D-yə bölməliyəm. Bərabərdir. BC yazıramsa, onda BC götürmüşəmsə buradan da B-yə götürməliyəm nisbət yazanda. BC-nin B-yə olur. Gəlin, indi bir nümunəyə baxaq. Deyir, üçbucaq ABC-də D-yə AC-yə paraleldir. Aha, paralelliyi verib və AD-ni 6 verib, DB-ni 12 verib. Bizdən D-yə soruşulur. D-yə bir X yazırıq. Onda burada oxşarlıq olaraq, baxın, oxşarlıq ABC üçbucağı DBY-yə oxşardır, düzdür? Gəlin, buradan yazaq da, üçbucaq ABC oxşuyur nəyə? Üçbucaq DBY-yə. Onda gəlin, nisbəti yazaq. AB-nin özümüz üçün də yazırıq. Hansı varsa onları istifadə edirik. AB-nin DB-yə bərabərdir. AC-nin DY-yə, o da bərabərdir BC-nin BY-yə. İndi yazıram nisbətləri. AB nə qədərdir? 12 ilə 6, 18. DB 12-yə bərabərdir. AC, bizə DY lazımdır. DY hissəsinə baxarıq. AC 30-un DY X. Buradan da X-i taparıq da. Yəni 18 vurulsun X bərabərdir. 30 vurulsun 12. Buradan da X tapmaq çətin olmaz. İndi gəldik. Üçbucaqların oxşarlıq əlamətləri. Bucaq əlaməti. Bir üçbucağın iki bucağı uyğun olaraq digər üçbucağın iki bucağına bərabərdirsə, tutaq ki, mənə deyir ki, bu bucağa bərabərdir. Digər üçbucaqda həmin işlər varsa, ona deyirik ki, bu üçbucaqlar oxşardır. Baxın, bucaq A, bucaq D-yə, bucaq C, bucaq F-ə
bərabər düzü kongruentdir. Onda deyirik ki, üçbucaq ABC üçbucaq DYF-ə oxşardır. Gəlir bir nümunəyə. Üçbucaq ABC-ni verib. Silək buradan. Üçbucaq ABC verilib. Deyir ki, bucaq A, bucaq Y-yə oxşar. Tutaq ki, özümüzdən bir dənə alfalıyaq buranı. Qəşəng bir alfa yazaq. Bura bir alfadırsa, onda burada alfadır. Bu B hər iki üçbucaqda ortaqdır. Beta yazıram. Həm ABC üçbucağında beta bucağı var, həm də DBY. Deməli, burada oxşarlıq var. Həm də iki dənə bucaq uyğundur. Düzdür, baxın. Bucaq A, burada bucaq Y oxşarlığını verib özü. Mən də bir dənə əlavə olaraq yazıram ki, bu B hər ikisində ortaqdadır. Həm DBY üçbucağında var bu beta, həm də ümumi ABC-də var. Yəni, ikinci bucaq da burada ortaq oldu. Bərabər oldu. Deməli ki, bu üçbucaq A, B, C yəni oxşardır nəyə? Y, B, D-yə. Üçbucaq A, B, C oxşuyur Y, B, D. Bunu yazanda fikir verməlisiniz. Baxın, mən A, B, C-ni yazdım. A, alfa, B, beta, C. Növbəti üçbucağı yazanda Y, B, D-ni ardıcıllığa baxırıq. Alfa ilə başlamırıq. Onda Y ilə başlamalıdır. Sonra beta, B, sonra D uyğun gəlməlidir. İndi nisbətləri burada yazılır. Baxın, AB-nin YB-yə uyğun olaraq, AC-nin YD-yə, BC-nin BD-yə. Ona uyğun olaraq da AB nədir? A-dan B-yə. İndi AD-nin X yazıq da bilmirik. AB olacaq 9 təgəl X. Bir AD yazılır. Buraya X qoyuram. AB üzərinə AB olacaq 9 təgəl X. Bölürük nəyə? YB-yə. YB nədir burada? YB 8 yazdıq yerinə bərabərdir. BC 18-dir bütöv. BD də 9. Ondan sonra nisbətdən tapırıq. Olur bizim AD, yəni X-imiz 7. Gəldik növbəti suala. Burada da eyni qayda ilə. Baxın, üçbucaq ABC-də, bucaq C, bucaq burada alfa oxşarlığı var. Beta, B hər ikisində ortaqdır. Eyni qayda burada da var. Diqqətlə baxın. Yenə də burada oxşarlıq yarandı. Üçbucaq ABC ilə DBA oxşar oldu və uyğun tərəflərin nisbəti AB-nin yenə də DB-yə nisbəti, BC-dirsə BA götürəcəm nisbət, AC götürürəmsə sol tərəfdən buradan da DA-nı götürməliyəm. Sonra yerinə yazıb hesablayırıq. Gəldik tərəf bucaq, tərəf əlamətinə. Bir üçbucağın iki tərəfi uyğun olaraq digər üçbucağın da iki tərəfi ilə mütənasib olub, bu tərəflər arasında bucaqlar kongruentdirsə, bu üçbucaqlar oxşardır. Baxın, burada bucaq A var, bucaq D var. Və buradan onda deyərəm ki, AB-nin D-yə nisbəti eyni zamanda AC-nin D-yə, yəni bucaq A, bucaq D-yə kongruentdir. Ona görə də biz deyirik ki, üçbucaq ABC, üçbucaq DY-ə oxşardır. Gəldik indi tərəf, bucaq, tərəf əlamətinə. Bir üçbucağın üç tərəfi uyğun olaraq digər üçbucağın da üç tərəfi ilə mütənasibdirsə, bu üçbucaqlar oxşardır. Baxın, onda yazıram ki, AB tərəfinin D-yə nisbəti, BC tərəfinin Y-ə nisbəti, AC-nin D-ə. Əgər mən böyük üçbucaqdan başlayıramsa, onda bu istiqamətdən bu istiqamətə gedirəm. Əgər siz bu tərəfdən başlamaq istəyirsinizsə, onda istiqaməti eyni getməlisiniz. Misal üçün, yazırsınızsa DY-nin onda birinci AB-yə, birin buradan, birin sağdan götürmür. Əgər bu istiqamətlə başlayırsınızsa, axıra qədər bu istiqamətlə getməlisiniz. Misal üçün, DY-nin AB-yə, YF-in BC-yə, DF-in də AC-yə götürməlisiniz. Bu qayda ilə. Və yaxud da böyüdən kiçiyə eyni. Yəni, istiqaməti bir istiqamətlə gedin. Birini buradan yazın nisbətin, birini buradan başlayayım, olmaz. Onda misalın cavabı doğru alınmaz. Gəldi düzbucaqlı üçbucaqlara. Düzbucaqlı üçbucaqda, deməli, hipotenuza çəkilmiş hündürlük, hipotenuza ayırdığı parçalar arasında hənrəs ortadır. Bu nə deməkdir? Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən bir hündürlük çəkilirsə, onda hündürlük, baxın, belə bir düsturu yaranır. Hündürlük bərabərdir kök altında m vurulsun n. Buna hənrəs orta deyirik də biz. Yəni, hündürlük çəkilibsə düzbucaq təpəsindən, burada ayırdığı parçalar yaranır. Düzdürmü? M-in qoyuruq da bilmirik ki, nədir orada qiymətlər. Onda biz hündürlüyü tapmaq üçün yazırıq kök altında həmin o parçaların hasili. Məsələn, bir nümunə götürək. Tutaq ki, bura olub 6, bura olub nə olsun?
25 və bizdə hündürlüyü soruşurlar. Onda biz yazırıq hündürlük bərabərdir kök altında 6 vurulsun 25. Hesablayırıq. İndi mən burada gərək 6 yazmazdım da 4 yazardım. Yaxşı qiymət çıxardı. Olacaq 4 vur 25 və olacaq 2 vur 5 cavab olacaq. O hündürlüyüm olacaq. Yəni bu qayda ilə hesablayırıq biz. Gəldik. Düzbucaqlı, üçbucaqlı. Buradan bir nümunə misal verilib. Baxın, deyir ki, şəkillər əsasən A-nı tapın. Tutaq ki, mən buranı bilmirəm. Bir Y yazıram. Burada M yazılır, M yazaq. Onda mən birinci bu A-nı tapmaq üçün addım-addım gedirəm. Əvvəlcə bu hündürlük çəkilmişdi. Bir düsturumuz var. Taxı düzbucaq təpəsindən əgər hündürlük çəkilərsə, onda hündürlüyün bir düsturu var. Yəni 6 bərabərdir kökün altında M vurulsun 9. Bunu da hesablasaq, hər tərəfi kvadrata yüksəlsək, 36 bərabərdir M vurulsun 9. Buradan da M olacaq 4. M'imiz 4 olandan sonra burada da bir Pifagor var axı, baxın. Burada qırmızı ilə göstərək. Buradan göstərək. Baxın, burada Pifagor yaranır, düzdür? M'imiz bizim 4 olandan sonra 6'nın kvadratı Pifagor yazırıq. Üstə gəl 4'ün kvadratı bərabərdir A-nın kvadratına. Bu bir Pifagor düzbucaqlı üçbucaqlıdır. Pifagorla da oradan A-nı tapırıq. Oxşar üçbucaqlarda hündürlüklər, medianlar, tən bölənlər. Oxşar üçbucaqların uyğun hündürlüklərinin, uyğun medianlarının və uyğun tən bölənlərinin nisbəti uyğun tərəflərin nisbətinə bərabərdir. Yəni nə deməkdir? Əgər üçbucaqlar oxşardırsa, onların uyğun, misal üçün, buradakının hündürlüyü, yəni bu üçbucağın hündürlüyü, bu üçbucağın hündürlüyünə nisbəti yazılıb, görürsünüz, BH-ın YK-ya. Sonra tən bölənin nisbəti tən bölənə, medianın nisbəti mediana, tərəfin nisbəti AB tərəfinin deyil. Yəni hamısı, bütün nisbətlər bərabərdir. Yəni bir dənə oxşarlıq əmsalına bərabərdir. Yəni mən tutaq ki, mənə bir tərəf verib, bir hündürlük verib, onlar arasında nisbəti yazıram, cavabı hesablayıram. Və ya medianla tən bölən verib ikisini, yenə bu əlaqə düsturunu yazıram, tərəfin tərəfə, medianın mediana, oradan da təlini həll edib x-i tapıram, yəni axtardığımı tapıram. Bu qaydanı yadımızda saxlayırıq. Oxşar fiqurların sahələrin nisbəti oxşarlıq əmsalının kvadratına bərabərdir. Əgər məndən sahə ilə nisbəti soruşsa, onda sahələrin nisbəti, tutaq ki, ABC üçbucağının DYF üçbucağına nisbəti, sahə nisbəti bərabər olacaq K kvadratına. Kvadratik aslı olacaq. Tərəfin nisbəti 4 isə sahəsinin nisbəti 16 olacaq. Sahəsinin nisbəti 25 isə tərəfinin nisbəti 5 olacaq. Burada nümunə olaraq baxa bilərik bir neçə misala. Məsələn, baxın, buradan şəkil əsasən N tapın. Görürük ki, bu düzbucaq, üçbucaqdır, düzdür. Həmən buradan yadımıza nə düşür? Düzbucaq təpəsindən bir hündürlük çəkilibsə, qayda düşür yadımıza. 6 bərabərdir kök altında ayırdığı hissələr. 4 vur N, bayaq dediyimiz qayda. Hündürlük bərabərdir kök altında ayırdığı hissələr. Buradan da kvadrata yüksəlsək, 36 bərabərdir 4 vurulsun N, N də bərabərdir 9-a. Bu belə. Bu misallar ki, bu 27, 28, bu qaydada izah elədiyim misallardır. Ona görə onları yazmıram. Onlar sizin olsun. Bu qədər. Sağ olun.